Mən İsmailov Turab Çingizoğlu, 1985-ci il iyun ayının 29-u Kəlbəcər şəhərində anadan olmuşam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər cənab prezident təqdim elədiksə filan yerləri işğaldan azad elədi, biz onun sevincini çox gözəl yaşayırdıq. Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır. Biz ikinci köç olduq, sentyabrın 15-də gəldik. Kəlbəcərdən məcburi köçkün düşəndə özümün 8 yaşım olubdu. Bura qaydanda evladımın birinin 11 yaşı, birində 5 yaşı var idi. Burada kitablar var, bax, üstündə gül şəkili var kitabın. Mən bu kitabdan istəyirəm. Ondan istəyirsən, gül olan kitabdan. Valideynim deyirdi ki, bir sənət yiyəsi olmaq gözəl bir şeydir. Bu bərbər sənətinə həvəsimdə var idi. Bir müştərim var idi, saçını kəsəndə dedi ki, məşğulluqda belə bir fürsət var. Müraciət elədim, sağ olsunlar. Onlar mənim üçün hər cür şəraiti yaratdılar. Yəni, 2 dənə həmin moykalı, moykasız trilyaj verdilər. Kondisionermə kimi, yəni yüksək səviyyədə hər şey, alətlərimi, qayçı, maşınka, hər şey, fenimə kimi. Vətənimizə də köçəndə yenə burada bu salonu yaratdım. Çox zövq alıram vətənimdə işləməkdən. Hər şey də gözəldir.